Qudsi hədisdə belə bir ifadə keçir. Vilayətu Ali ibn Əbi Talib hisni. Allah Teala buyurur ki, Əbu Talibin oğlu Əlinin vilayəti, onun imamətini qəbul etmək mənim bir qalamdır. Qala bilirsiniz də, strateji bir, coğrafi bir nöqtədir. Adətən görürsən, savaşlarda qala ən sonda, bəzən də heç sona qədər fəth edilmir. Yəni, əmin-amanlıq yeridir. Buyurur ki, Əbu Talib oğlu Əli, onun vilayəti mənim bir qalamdır. Fəmən dəxələ alə hisni əminə min əzabi. Hər kəs mənim qalama daxil olsa, o mənim əzabımdan amanda qalar. Biz, həmd olsun, bugün Əmirül Müminin Əli ibn Əbi Talib ağamızın həmin o vilayət qalasına toplaşmışıq. O vilayət, o qoruyucu qalasındayıq.